Bu günləri bəzi o saray cəryanının üzvləri üçün onlara məcbur ediblər. Ya elə özləri könüllü şəkildə, yəni deməyək ki, məcbur edib. Könüllü şəkildə o titrləri ki, yazıblar. Adam baxır, yəni siz din adıyla nəsə danışırsınız. Amma orada qeyd edirsiniz ki, məsələn bir dəstə cəm olub ilahi hakimiyyət qurmaq istəyir Azərbaycanda. Təsəvvür edin, bu cərəyan iddia edir ki, biz dindarıq, din alimləri nəyə etiraz edirlər? Bir dəstə cəm olub ilahi hakimiyyət qurmaq istəyir. Nəyi müdafiə edirlər? Sarayı. Həmən dövrdə də bir dəstə səhabələr cəm oldu, dedilər ki, o ilahi hakimiyyət bizə lazım deyil. Elə bizə o sultanlıq, xəlifəlik bu lazımdır. Bu saray cərəyanı oradan başladı. Bu günə kimi də davam edir.